Deməli 24 yanvar 2025-ci ildir. Sumqayıt şəhər betonzavod ərazisi ilə bağlı, buranın yolları ilə bağlı bir video paylaşmaq istədim. Bura betonzavod ərazisinin giriş hissəsidir. Burada da Allah şəhidlərimizə rəhmət eləsin. 2 dənə məhəllə sakini, şəhidimiz abidəsi yerləşir burada. Yəni buradan məhəlləyə dönən istiqamətdə 300 metr piyada məsafəsi qalıb ki, asfalt örtüyü çəkilməyibdir və burada yollar keçilməz vəziyyətə düşübdür. Həddindən artıq biabırçı bir vəziyyətə. Burada yəni baxın, yolu göstərirəm. Yəni bura Sumqayıtın mərkəzi sayılır. Mərkəzi küçələrindən ən yaxın yerlərdən biridir. Baxın, insanlar öz vəsait hesabına dəfələrlə buranı təmir etməyə çalışsa da, burada əsaslı asfalt örtüyü olmadığına görə burada yollar bu vəziyyətə düşübdür. Baxın. Yəni buradan indi hal-hazırda gedəcəyim yerə qədər bir məsafə qalıbdır. Ora qədər asfalt örtüyü çəkilibdir Qubadlı rayon icra hakimiyyəti tərəfindən. Yəni onlara da öz təşəkkürümüzü bildiririk. Burada da gördüyünüz kimi sağda, solda müəssisələr var, idarələr var. Yəqin ki, o icra hakimiyyəti bu yolu yarımçıq saxlamaqda məqsədi o müəssisələrdən nəysə gözləntisi var ki, baxın, yəni yol keçilməz vəziyyətdədir. Yəqin ki, müəssisələrdən gözlənti var ki, müəssisələr eləsin. Amma onlar da eləmirlər də. Baxın, bura qədər asfalt örtüyü yoxdur. Buradan üzü əşya bazarı deyilən yer Tovuz kafesinə qədər asfalt örtüyü tam olaraq çəkilib. Çox sərgəli formada, çox gözəl bir formada. Baxın, buradan asfalt örtüyü başlayır. Görürsünüz necə səliqəli və gözəldir. Yəqin ki, bu 300 metr məsafəni çəkmək qurumlar tərəfindən o qədər də böyük bir vəsait tələb eləmir də. Yəqin ki, yəni heç olmasa burada yaşayan insanları fikirləşmirlərsə, heç olmasa o məhəllənin girişində olan 2 dənə şəhid abidəsinə hörmət əlaməti olaraq o 300 metr məsafəni, o başlanğıc olaraq 300 metr məsafəni yəqin ki, eləyə bilərlər.